Hər vaxtınız xeyirli olsun. Bəli, 2548 epizod bir cinayət işində birləşdirilib. Cinayəti törədən Ermənistan dövləti və onun silahlı birləşmələridir. Azərbaycana qarşı 35 il ərzində təcavüzkar hərbi müharibə aparılıb. Həmin müharibəni həyata keçirməkdən ötürü, cinayətləri törətməkdən ötürü isə Ermənistan dövləti və onun silahlı birləşmələrinin birbaşa texniki, maddi yardımı, eyni zamanda dəstəyi, Ermənistan rəhbərliyinin birbaşa dəstəyi ilə cinayətkar dəstə yaradılıb. Həmin cinayətkar dəstənin üzvləri isə Robert Köçəryan, Zori Balayan, Arkadi Qukasyan və Samvel Babayan və digərləri olub. Bugün məhkəmə qarşısında əyləşən 15 nəfər də həmin cinayətkar dəstənin tərkibində Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə və eyni zamanda təcavüzkar müharibə aparmaq və bunun nəticəsində çoxsaylı cinayətlərin törədilməsində iştirak edən 15 nəfərdir ki, məhkəmə qarşısında, ədalət qarşısında nəhayət ki, cavab verir. İttiham haqqında qeyd olunur ki, həmin cinayətkar dəstənin apardığı və eyni zamanda Ermənistan dövlətinin apardığı hərbi təcavüzkar müharibə nəticəsində Azərbaycanlılar yurd yuvasından didərgin salınıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb, terrora məruz qalıb və nəticədə Azərbaycanın 925 yaşayış məntəqəsi, o cümlədən 12 şəhər, 18 qəsəbə işğal olunub. Hal-hazırda məhkəmə istintaqı aparılır və bütün bu deyilənlər məhkəmə istintaqında araşdırılır. Sübutlarla, faktlarla araşdırılır. Təqsirləndirilən 15 nəfər heç biri özünü təqsirli bilmir, amma eyni zamanda qeyd etmək lazımdır ki, onlar ifadələrində qondarma qurumun yaradıldığını və eyni zamanda həmin qondarma qurumda iştirak etdiklərini də etiraf edirlər. Və eyni zamanda məhkəmə prosesində təqsirləndirilən hətta Arkadi Qukasyan da eyni zamanda bildirdi ki, onlar Azərbaycanın torpaqlarının itirilməsi ilə barışmayacağını da bilirdilər və eyni zamanda Azərbaycanın gücünü, qüdrətini də bilirdilər, görürdülər. Məhkəmə istintaqında təqsirləndirilənlərin ifadələri dinlənildikdən sonra şahidlərin ifadələrinə başlanılacaq. Qeyd edək ki, bu məhkəmə prosesində eyni zamanda yarım milyondan çox zərər çəkən var və onlar da bu məhkəmə prosesində öz ifadələrini verəcəklər. Təqsirləndirilən 15 nəfərin hər biri məhkəmədə özlərini başa düşə bildikləri dildə tərcüməçi ilə və eyni zamanda müdafiəçi ilə təmin olunub. Məhkəmə prosesi açıq keçirilir və biz mütəmadi olaraq məhkəmə prosesindən növbəti buraxılışlarda da məlumatlar verməyə çalışacağıq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.